Hər kəsə salam. Bugün sizlərlə birlikdə ingilis dilində meyvə adlarına baxırıq. Gəlin birlikdə baxaq. Mango, banana, banan, pineapple, ananas, kiwi, plum, yavalı, limon, cherry, gilas, strawberry, çiyələk, sour cherry, albalı, mulberry, orange, portağal və apple, alma, blueberry, qaragilə, green plum, alça, nektarin, walnut, qoz, pear, armud, apricot, ərik, raspberry, moruq, pomegranate, nar, peach, şaftalı, grape, üzüm. Bu hissədəki meyvə adlarını əminəm ki, çoxunuz bilmirsiniz. Gəlin bilmədiyimiz sözləri lüğət dəftərimizə yazaq və əzbərləyək. Quince, heyva. Persimmon, xurma. Bu sözü date olaraq da görə bilərsiniz. Date də xurma deməkdir. Grapefruit. Medlar, əzgil. Pistachio, püstə. Feyxua. Coconut, kokos. Tangerine, narangi. Hazelnut, fındıq. Fig, əncir. Bugünkü izahım bu qədər. Videomu bəyəndinizsə, like atmağı, başqalarıyla bölüşməyi unutmayın. Abunə olun, hər gün daha çox öyrənin. Sağ olun, hələlik.